Bakıda 16 yaşlı oğlan atalığını bıçaqlayaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum olmasa da, qonşuların dediyinə görə oğlan çox ağıllı bir uşaqdır. Yəni qonşular müsahibə verəndə deyirlər ki, çox ağıllı uşaqdır, yaxşı uşaqdır, çox təəssüflər olsun ki, belə bir hadisə baş verdi. Yəni qonşular bir növ oğlanı müdafiə edirlər, amma əlbəttə ki, hər zaman qeyd etdiyimiz kimi heç bir səbəb cinayətə əsas ola bilməz. Yəni heç bir səbəbə görə kimisə öldürmək olmaz. Bu əlbəttə ki, öz yerində. Və yadıma bir hadisə düşdü. İllər əvvəl də 17 yaşlı bir oğlan atalığını bıçaqlayaraq öldürmüşdü və məhkəmədə ifadə verəndə demişdi ki, atalığım uşaq vaxtından mənə hər gün əzab verirdi, mənə işgəncələr verirdi, həm də anamın gözünün önündə verirdi, anam məni qoruya bilmirdi, anam məni qorumaq istəyəndə atalığım anamı da vəhşicəsinə döyürdü, xəsarət yetirirdi və mən bütün uşaqlığımı o arzu ilə yaşadım ki, böyüyəndə onu öldürəcəm və arzuma çatdım, peşman deyiləm.